Salam dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 7 nömrəli kataloqumuzdan sifariş etdiyim məhsulların təqdimatını edirəm. Hər birinizə xoş izləmələr diləyirəm. İlk öncə sizlərə bu sabunlarımızı təqdim etmək istəyirəm. Çox möhtəşəm sabunlardır. Mətbəx üçün nəzərdə tutulmuş bu sabunları mən həmçinin də hamam otağında da istifadə edirəm. Əldə olan pis qoxuları, soğan qoxusu olsun, sarımsaq qoxuları olsun, balıq qoxusu olsun, çox möhtəşəm şəkildə təmizləyir, aradan qaldırır və eyni zamanda əl dərilərimizə möhtəşəm qulluq tərtib edir. Növbəti məhsulumuz isə ekspert seriyasından olan belə bir qaş çirpic, baxın, serumudur, çox qəşəngdir. 3-cü dəfədir artıq sifariş verirəm bu serumdan. Qaşlarınızda əgər tökülmə varsa, kirpiyinizdə tökülmə və yaxud da zəifdirsə kirpikləriniz, bu məhsuldan istifadə edə bilərsiniz. Baxın, bu formada fırçası var və uc hissəsi də belədir. Kirpiyinizin və yaxud da qaşınızın boş hissələrinə bu hissəsi ilə tətbiq edə bilərsiniz. Serumu çox gözəl nəticə əldə edəcəksiniz deyərdim. Həqiqətən də böyük bir təsiri olur. Kirpiklərə də, qaşlara da çox gözəl qulluq baxım vasitəsidir. Ekspert seriyasından olan bu məhsulumuz. Növbəti məhsulumuz isə belə bir qaş sabitləyici gelimizdir. Deməli, It's Collagen seriyasındandır. Deməli, bu məhsulumuz artıq bizim rekord qırır satış üzrə. Çox möhtəşəmdir, çox bəyənilən məhsuldur. Qaşlarımızı çox gözəl sabitləyir. Yəni, qaşları sabitlədikdən sonra heç bir qaşda düşüş və yaxud da formasını dəyişmə kimi bir şey olmur. Çox möhtəşəm bir məhsuldur. Deməli, növbəti məhsulumuz isə belə bir korişnevi tonlarda linerimizdir. Bunu da sizlərə göstərim. Çox bərk bağlanır bu linerlər olsun. Bəzi məhsullara həqiqətən qablaşması, paketlənməsi çox möhtəşəmdir. Artikel kodu bu məhsulumuzun 55990-dır. Baxın. Bu tonlardadır. Tünd korişnevidir. Deməli, bir dəqiqə bunun... Burada da artikel kodu qeyd olunubdur. Növbəti məhsulumuza keçmək istəyirəm. Növbəti məhsulumuz isə belə bir sport geyimlər üçün olsun, istər zərif geyimlər, çatan geyimlər olsun, ipək geyimlər üçün nəzərdə tutulmuş belə bir yuyucu, maye yuyucu vasitədir. Çox möhtəşəmdir. Həqiqətən də geyimlərin necə deyim axı, qoruyur, geyimləri qoruyur. Onlara heç bir necə deyim axı, paltarda məsələn yığılma və yaxud da ki, paltarın tiftik verməsi kimi bir hallarla rastlaşmaq olmurdu. Çox möhtəşəm bir məhsuldur. Mən bunu adətən istifadə edirəm küpür pərdələrin yuyulmasında və yaxud da çatan geyimlərin yuyulmasında çox effektiv bir məhsuldur. Növbəti məhsulumuz isə belə bir qab yuyucu vasitədir. Alma qoxulu, belə yaşıl rəngdədir. Çox da gözəl alma qoxusu. Alma sevənlər üçün möhtəşəm bir seçimdir deyərdim. Növbəti məhsulumuz ekspert seriyasından olan belə bir ikisi bir arada şampun, balzam, kəpəyə qarşı olan məhsulumuzdur. Çox möhtəşəmdir. Digər məhsulumuz isə Salon Care seriyasından olan saç boyasıdır. 3.0 olan, yəni tünd korişnevi, acı şokolad rəngi olan. Digəri isə 5.01 olan mokko rəngidir. Deməli, növbəti məhsulumuza keçid edirik. Bu bizim Aura yeni ətirimizdir. Qadınlar üçün təşkil olunmuş, yəni xanımlar üçün nəzərdə tutulmuş belə bir parfümümüzdür. Bunu da birlikdə açaq. Hələ də açmamışam. İstəyirəm açın. Sizlə birlikdə qoxusuna baxın. Çox maraqlıdır mənim üçün bu ətirin qoxusu. Wow, super qablaşması var deyərdim. Almaz formasında qablaşmaya malikdir. İndi isə qoxusunu test edirəm. Qoxusu da çox superdir. Həqiqətən də super qoxusu var. Mən çiçək qoxularını sevirəm. Bu da çiçək qoxusu verir, əladır. Yəni, əgər almamısınızsa, almağı düşünürsünüzsə, mütləq və mütləq alın, sınayın. Əgər çiçək qoxusunu sevirsinizsə, mütləq bəyənəcəyiniz bir qoxu olacaq Aura ətri.
Növbəti məhsulumuz isə Leto SPF-dir. Yeniliklərimizdəndir. Bu bizim yay vaxtı, elə bu vaxtlarda da vazgeçə bilməyəcəyimiz məhsullardan biri olmalıdır. Nəyə görə? Çünki yayda günəşin şüaları olsun, istər telefonla hamının əlində hal-hazırda, yəni telefon və yaxud da digər şüa verən televizor olsun, kompüter olsun, bu cür alətlər var. İstər əlimizdə olsun, istər evimizdə olsun. Yəni biz bunlardan özümüzü qorumaq üçün mütləq və mütləq SPF istifadə etməliyik. Mən də SPF olaraq belə bir stik formasında olan Leto seriyasından bu məhsulu seçmişəm. Çox gözəldir. Çox da balaca formatdadır. Mənim üçün bu ideal bir vasitədir. Yəni atırsınız çantanıza. Baxın, çox gözəldir. Həqiqətən qoxusu yoxdur. Amma çox qəşəngdir. Həqiqətən də çox sevdim. Yəni gündəlik 2 dəfə, bəzən 3 dəfə də belə yeniləmək lazımdır SPF-i. Çünki biz dərimizin indidən qayğısına qalmalıyıq ki, üzümüzdə ləkələr, pigment ləkələri yaranmasın. Günəşin şüalarından və yaxud da kompüter, televizor, digər adi lampalarda belə olan bəzi şüalar var ki, insanın dərisinə çox zərər verir. Mütləq və mütləq SPF istifadə edilməlidir. Və yenə də bu şirin yeniliklərdən bir daha sifariş verdim. Çünki çox bəyənmişdim və stoklama qərarına gəldim. Bu bizim highlighterımızdır. Baxın, çox qəşəngdir. Superdir. Almamısınızsa əgər hələ də mütləq alın. Yəni hər xanımda olmalı olan bir məhsuldur deyərdim mən. Digər də bizim bronzerimizdir. Yəni Faberlic elə bir şirkətdir ki, başqa markalarda, məsələn bu formada kosmetik vasitələr çıxırsa, Faberlic deyir ki, mən məsləhətçilərimi heç vaxt boynu-bucuk qoymaram da. Yəni əgər o formada çıxırsa, mən də o formada məhsul çıxartdıraram məsləhətçilərimə və məsləhətçilərim alıb ürək rahatlığı ilə istifadə edərlər. Həqiqətən də möhtəşəm bir şirkətlə əməkdaşlıq edirəm və bununla qürur duyuram. Baxın, çox gözəldir. Həqiqətən istər qablaşması olsun, istər məhsulun teksturası olsun, wow dərəcəsində möhtəşəm məhsullardır və belə bir 6916 artikel kodlu bizim deməli hər dəri tipinə uyğun olan belə bir korrektorumuzdur. Çox qəşəngdir. Açıb sizinlə yoxlamaq istəyirəm. Əlimin süd təmiz kosmetik oldu. Baxın, bu hissədə yoxlamaq istəyirəm. Həm də onu da qeyd edim ki, bu gördüyünüz SPF-ləri baza kimi də istifadə edə bilərsiniz. Yəni həqiqətən də möhtəşəmdirlər. Çox gözəl nəmləndirmə effekti var. Həqiqətən də mükəmməl şəkildə dərini nəmləndirir. Həm də gözaltı halqaları, qaralıqları çox gözəl şəkildə örtür. Örtücülüyü də çox yaxşıdır. Və növbəti məhsullarımıza keçid etmək istəyirəm. Bu bizim çox gözəl məhsullarımızın kosmetik vasitələrimizdir. Gəlin birlikdə açaq, birlikdə baxaq bu məhsullara da. Baxın. Bir paketə qoyulub, belə bir bağlamaya qoyulub, bir də belə bir bağlama. Üç bağlamada bizə belə bir kosmetika gəlibdir. Yəni həqiqətən möhtəşəmdir. Baxın. Üzərində də belə Faberlic yazısı var. İçərisi də belədir. Bu hissələrdən simlər gedir. Baxın bu şəkildə bağlanır. İçərisini də sizlərə göstərmək istəyirəm. Çox qəşəng kosmetikadır. 2 dənə cibi bu hissədədir, 2 cibi isə bu hissədədir. Və növbəti kosmetik çantaları da açmaq istəyirəm sizlər üçün. Yenə eyni qaydada bağlanılıb. Baxın, belə bir kosmetik çantamız var. Bu şəkildə yığılır və belə torba halında istifadə olunur. İçərisi də belədir. Beləsinə formada olan 2 nömrəli kosmetikamızdır və 3 nömrəli kosmetikamız. Baxın, bunu da sizlərə göstərim. Həqiqətən də çox yaxşıdır. Məsələn, hər hansısa bir səyahətə çıxırsınız və bu gördüyünüz çantaya tutalım ki, üz baxım kremlərinizi qoya bilərsiniz. Qoyduqdan sonra belə bu formada bağlaya bilərsiniz.
Bu çantayı isə kosmetik, istər tempoletlər olsun, tuşlarınız olsun, digər məhsullarınızı istifadə etdiyiniz hər bir məhsulu ora əlavə edə bilərsiniz. Buna isə məsələn ağız baxımı üçün olan məhsullardan əlavə edib, baxın, burada zamaq yoxdur, amma maqnit formasında, maqnit kimi bir şey var, deməli dəmir var içərisində, bu şəkildə bağlanır və yoxlayaq. İçərisinə hər hansısa bir məhsullar əlavə edək. Tutalım ki, bu ətiri əlavə edək, bir dənə belə bir kremimizi əlavə edək, bunları əlavə edək və baxın, çox gözəl şəkildə bağlanmış olur. Yəni, çox keyfiyyətli, çox maraqlı formada hazırlanan bu kosmetik çantaları siz də alın, istifadə edin. Həqiqətən də hər birini çox bəyəndim. Hər biri çox gözəldir. Belə bir qılpı da var. Buradan bu hisslərə belə yapışırsınız. İstərsəniz elə çanta kimi də istifadə edə bilərsiniz. Həqiqətən də möhtəşəm məhsullardır və keçid edirik son əsas mövzumuza, yəni əsərin qəhrəmanına, 7 nömrəli kataloqumuzu sizə göstərmək istəyirəm. Hansı ki, bu kataloqumuzda qeydiyyatdan keçib ilk dəfə sifariş verən bütün məsləhətçilərə bu seçimə görə Feliç ətirlərindən biri qoyulubdur. Aksiyada iştirak etmək çox sadədir. Sadəcə olaraq qeydiyyatdan keçirsiniz. İlk dəfə 40 AZN-lik sifariş yerləşdirirsiniz kataloq qiyməti ilə. 33 AZN ödürsünüz. Növbəti sifarişinizdə 30 manatlıq sifariş yerləşdirdikdə bu ətirlərdən istədiyiniz hər hansısa biri sizin səbətinizə əlavə olur və sifarişinizi təsdiqləyirsiniz. Bu ətirlər sizdə, ətirlərdən biri sizə hədiyyə gəlir. Beləliklə bu günlük bu qədər mənim əzizlərim. Əgər videomu izlədinizsə, bəyəndinizsə mütləq və mütləq kanalıma abunə olun. Çünki videolarım getdikcə daha da maraqlı olur. Hər birinizə təşəkkür edirəm. Videolarımı bəyənməyi, şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Bu günlük bu qədər. Sizinlə Şəhla İsmailova idi. Sağ olun.